Dəfələrlə olub ki, Amerika və Gürcüstan və digər yerlərdə yaşayan insanlar mənə Talışların yaşadığı Talış bölgəsinə getmək istədiklərini, lakin bunun üçün bir vasitə tapa bilmədiklərini söyləyiblər. Yəni Azərbaycanda misal üçün digər rayonlara Qəbələ, Qusar, Quba və digər rayonlara getmək asan olduğu halda Talış rayonlarına səyahət etməkdə çətinliklər var. Bu təbii ki, bir çox dövlət strukturları tərəfindən yaradılır. Yəni Azərbaycanda Prezident aparatı belə məsələləri də nəzarət edir. Ən kiçik məsələlərə belə nəzarət edir. Lakin bundan yayınmağın yolları da var. Misal üçün Lənkərana və digər ətraf rayonlara gedib dincəlmək üçün bir xarici turist gəlirsə, bunun üçün mütləq turizm agentliyi açmaq ehtiyac yoxdur. Misal üçün yerli sakinlər bələdçi kimi onları Talış rayonlarına apara bilərlər. Əvvəlcə deyim ki, Talışların yaşadığı yer Qafqazda turizm cəhətdən ən cəlbedici regiondur. Talış regionu həm dənizə çıxışı var, həm dağlıq regiondur, həmçinin tarixi əhəmiyyəti vardır. Həmçinin mineral suların zəngin olduğu bir yerdədir. Çayı var, misal üçün Lənkəranın axan çayı var, özünə məxsus mətbəxi var. Tarixi var, Səfəvilər olsun, İran tarixi olsun, Talış tarixi olsun. Bütün bunlar sıx bir-birinə bağlıdır və orada çoxlu tarixi abidələr də var. Babəkin Bəz qalası orada yerləşir və digər önəmli Səfəv qurucularından Zahid Gilalinin türbəsi Lənkəranda yerləşir. Çox böyük tarixi şəxsiyyətlər var ki, burada yerləşir. Bunların bir siyasətini tutmaq olar, misal üçün. Və turistləri ora cəlb etmək üçün bələdçi rolunu oynamaq olar. Yəni bilirsiniz ki, bizim regionda yer tapmaq da çətin deyil, insanlar qonaqpərvərdir. Müəyyən bir kiçik pulun qarşılığında onların gecələməsini təşkil eləmək, həmçinin onları bu yerləri gəzdirmək, həm bizim region üçün yaxşı bir gəlir gətirə bilər, həm də bizim tariximizin tanınması üçün önəmli rol oynaya bilər. Çünki bu cür səyahət edən turistlərin bəziləri hansı universitetin nəzdində fəaliyyət göstərir, müəllim ola bilər, araşdırmaçı ola bilər, jurnalist ola bilər və onlar bəlkə də turizm məqsədi ilə gəlibdir və gələcəkdə bundan yazmaq istəyəcək. Bu bizim üçün ən gözəl bir reklam vasitəsidir, ən gözəl tanıtım vasitəsidir. Həmçinin bu pul gətirir. Yəni biri var ki, biz böyük pullar tökək, özümüzü reklam edək, özümüzü tanıtmağa çalışaq. Bir də var bunu pul qazanaraq edək. Və mən düşünürəm ki, bu regionun əhalisi üçün, Talışda yaşayan əhali üçün önəmlidir. Həm onlar pul qazana bilər, həm də bizim tariximizi, bizim adətimizi və regionumuzu yaxşıca tanıda bilərlər.